Qalxız xeyir, belə bir 9 buraxılışa aid dinç taçasında belə bir sual var. Tənliyin böyük kök ilə kiçik kökün fərqini tapın. Bunu birinciyə yazırıq. Aydındır ki, buradan fikir verirsinizsə, ortaq vuruş kimi altını çıxartmaq mümkündür. Buradan da ortaq vuruş kimi ikini çıxartmaq mümkündür. Bu şəkildə yazsaq, sonra x plus 6'ya bir k desək, olacaq 6k çıxılsın 2k. Bərabərdir 72. Bu 4k bərabər 72 deməkdir. K buradan 18 çıxar. Nəyə k demişik? Modulda x plus 6'ya. Onda modulda x plus 6 nəymiş? 18 imiş. Yaxşı, bu x plus 6 18 olsa x 12 deməkdir. Ya da x plus 6 modulun içində mənfi 18 üçün 18 kimi çıxır. Yəni mənfi 18 olacaq. O zaman x mənfi 24 olar. 6 digər tərəfə çıxma kimi keçəndə. Böyük kök 12, kiçik kök mənfi 24. Fərqini tapın nə deməkdir? 12 çıxılsın mənfi 24. Aydındır ki, 2 çıxartma bu dərəcədə toplama olur. 12 ilə 24'ü toplayaram, 36 bizim cavablar bu qədər. %60. sualdan devam edək. İstənilən bu tip suallarda aydındır ki, sürət vurulsun zaman yola bərabərdir. Avtobusun sürətinə x desək, mini avtomobilin sürəti orada deyildiyinə görə 50 km artıqdır, yəni x plus 50 olmalıdır. Sonra deyir ki, avtobusun 1.8 saata, yəni 1.8 vurulsun x. Nədir? Zamanı sürətə vururam, yolu tapıram. Bərabər olub. Mini avtomobilinin x plus 50'ye sürətlə hərəkət eləsəm, onda 8 saata getdiyi yoldur. İndi bunu başmaq lazımdır. Bir onda 8x bərabərdir. 0.8x, üstə gələk 50'ni onda 8'ə vursan 40 edəcək. 0.8x digər tərəfə keçəcək. X bərabər 40'a bizdən də elə avtobusun sürətini, yəni 40 km/saat istəyib, cavab 40'dır.